Salam, İctimai Televiziyanın efirində ortaq məxrəcdir. Artıq neçə illərdir ki, biz məhz bu studiyada siyasətdən iqtisadiyyata, mədəniyyətdən mənəviyyata qədər bir çox məsələləri müzakirə müstəvisinə çıxarırıq və ortaq məxrəc axtarırıq. Konkret olaraq bugünkü müzakirəmizə gəldikdə isə nəzərinizə çatdırmaq istəyirik ki, biz bugün Azərbaycanda hepatit virusunun yayılmasından danışırıq. Artıq kimsə hər hansı tibbi əməliyyat keçirməyə hazırlaşanda mütləq ondan hepatitə görə yoxlanması tələb olunur. Həm bu faktlar, həm də Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı rəqəmlər həyəcan təbili çalmağa əsas verir. Və biz bugün illüziyadan, hansısa xəyallardan danışmırıq. Bizim Azərbaycanda hepatitlərin yayılması ilə bağlı sizə göstərəcəyimiz faktlar var. Biz bugün həm dövlət orqanlarının, həm qeyri-hökumət təşkilatlarının, həm də müstəqil ekspertlərin iştirakı ilə bu məsələni müzakirə edəcəyik və ortaq məxrəc axtarmağa çalışacağıq. Mən indi studiyanın qapısını bizim müzakirəmizə gələn insanların üzünə açacağım və müzakirəyə start verəcəm. Əziz dostlar, biz Azərbaycan ictimaiyyətinin nümayəndələri ilə birlikdə ölkəmizdə hepatitlərin yayılması ilə bağlı müzakirəmizə başlayırıq və əvvəlcə bir sorğuya baxaq, görək paytaxt sakinləri hepatitlərlə bağlı nələr bilirlər. Bildiyiniz kimi son zamanlar hepatit virusları yayılmaqdadır. Siz bu virus haqqında nə bilirsiniz? Bu virus yayılan yoluxucu xəstəliklərdən biridir. İnsanlara qanla, təmas yoluna, qanla işləyən tibb işçilərində, qanla işləyən başqa sahələrdə işləyən adamlarla, dırnaqlarla, parfümerlərlə, bu yollarla daha çox yayılır. Ona görə də bunlar daim nəzarətdən keçməlidirlər, daim həkimlər nəzarətdən keçməlidir ki, insanlar bu yayılmanın qabağını almaqdan ötəri. Biz də bilirik ki, ağır xəstəlikdir. Bu saat tək bizim respublikada, dünyada ən qorxulu xəstəliklərdən sayılır. Çünki viruslar da yoluxur. Manikür işçiləri həmişə öz alətlərini sterilizasiya eləsinlər. Yox, bilmədən bu pasiyentdən götürüb obirisini işlətməsinlər. Mütləq dezinfeksiya eləsinlər ki, həkimlər də, stomatoloqlar da bütün deməli alətləri yaxşı sterilizasiya, avtoqlavda sterilizasiya eləyəndən sonra onu istifadə eləyə bilərlər. Elə olsa bəlkə bizim respublikada bunun qarşısını almaq olar. Adətən o belə götürəndə əsgəridə də ola bilər, yarana bilər, qorxudan da ola bilər, sarılığın bir növüdür o. Son zamanlar hepatit viruslarının yayılması müşahidə olunur. Siz bu virus haqqında nə bilirsiniz? Mən bu virus haqqında dəqiq məlumatım yoxdur, amma ondan çox qorxuram. Olduqca çox. Salonlara da gec müraciət edirəm. Toyda, azadda, hər halda seçirəm hara gedim, diqqətli oluram, amma özüm nətər deyirlər, baxıram da öz işimə təmizliyə, zədə lakımı, zadımı özüm təmizləyib vururam. İlk sualı professor mən sizə vermək istəyirəm. İnsanların təəssüratı nə dərəcədə doğrudur? Buyurun. Məslə xanım, insanların təəssüratı orada indi biz seyr elədik. Əlbəttə, qənaət baxış deyil. Bizim cəmaatın, toplumun demək olar ki 98% savadlı insanlardır. Bunların da haradasa bir 40-50% ali savadlı adamlardır. Amma bu barədə belə səthi təsəvvürləri olması doğrudan da məni təəccübləndirdi. Sizi inandırıram ki, bugün o VIC deyirlər, immun defisit virusu, B virusunun, hepatit B virusunun yoluxma dərəcəsi ondan 100 dəfə artıqdır. Yəni spid deyək daha aydın olsun. B virusunun yoluxma dərəcəsi 100 dəfə daha tez tutulur insan ona. Və ölüm faizi bütün dünyada spiddən 100 dəfə çoxdur B virusunun. Bəs xarakteristikası nədir? B və C? Bunlar hamısı, bunların müxtəlifliyi var. A, B, C, D, Y bugün təbabətə belə bir 5 növündə viruslar məlumdur. Bunların A virusu aral keçən, yəni ağızdan, qidalardan keçən bir virusdur. Bu tez sağalan bir xəstəlikdir, hətta öz-özünə sağalır. Xəstələrdə baxırsan ki, əhval pozuntuları, ürək bulanma, cüzi bir sarılıq ola bilər, siliyin saralması, qaşıntılar. Amma bunlar demək olar ki, A virusu tezliklə bir həftəyə 10 günə öz-özlüyündə müalicə olunur və ömürlük immunitet yaranır, adam bir də o virusa tutulmur.
Burada ən çox təhlükə olan B virusudur. Virus B, hepatit əmələ gətirən B virusudur və bir də C virusudur. B virusunun yayılması, B virusunun xarakteristikasını deyim ki, bu virus soyuducuda 6 ay qalır. Dondurmuş vəziyyətdə 20 il öz xüsusiyyətini saxlayır. 30 dəqiqə qaynamalıdır ki, qablar, qacaqlar, əşyalar 30 dəqiqə qaynayanda bu virus ölə bilir. 30 dəqiqədən əvvəl ölmür. Xüsusi avtoklavlarda 120 dərəcəli avtoklavlarda 2 atmosfer təzyiqində 5 dəqiqədə bunları sterilizasiya eləmək olur. B-nin ziyanı nədir elə doktor? B-nin ziyanı bu məqamı qaçırmayaq yerində. B-nin ziyanı odur ki, B hepatit əmələ gətirir, qaraciyəri zədələyir və qaraciyərin zədələnməsindən sonra da insanın bütün bədəninin laboratoriyası qaraciyərdir. Bütün bizim yediyimiz, içdiyimiz hər şeylər qaraciyərdə həzm olunur. Qaraciyər onun zəhərli maddələrini xaric eləyir, lazımı maddələri. Yəni böyük bir laboratoriyadır. Qaraciyərdə işdən çıxandan sonra siz el arasında sirroz deyilən bir xəstəlik əmələ gəlir. Və yəni B sirroz əmələ gətirir. B sirroz da əmələ gəlir. C sirroz, C-dən də sirroz, daha çox C-dən sirroz əmələ gəlir. Amma B belədir ki, insan buna yoluxandan sonra bədənində bunun uzun müddət qalır. Adam ola bilər ki, özü də bilmədən bu virusu başqalarına yayır. Bu yayılma yolları da... Doktor, yayılma yolları çox təhlükəli siz məqamlar dediniz verilişdən əvvəl. Bunu biz ayrıca verilişimizin bir 10-15 dəqiqəsini danışaq. C haqqında da balaca bir məlumat verin. Sonra biz rayona bağlanacaq. Əgər desək ki, 100% yoluxmanı 100% götürsək, onun haradasa bir 60-70%-i gigiyenik tələblərin pozulmasındandır. Yəni gigiyenik tələblərindən bir 30-40%-i etik qaydaların əməl olunmamasıdır. Yerdə qalır bir 5%-i bu təbabət, bizim təbabət tibb işçiləri tərəfindən aseptikanın, antiseptikanın qaydalarına riayət olunmaması, hər xəstə üçün ayrıca müayinə olan bütün instrumentlər, hamısı bir dəfəlik olmalıdır. Bir dəfəlik deyilsə bunlar dediyim kimi ən azı bir 30 dəqiqə qaynadılmalıdır və yaxud da ki, avtoklavlarda steril olmalıdır. Hər insan üçün ayrıca paket olmalıdır. Xüsusilə bu ginekoloqlara və diş həkimlərə aiddir. Hər insan üçün əlcək dəyişdirilməlidir ayrıca. Hər adam üçün ayrıca bir steril paket açılmalıdır və çalışmalıdır ki, bunların hamısı bir dəfəlik olsun. Bir də ki, həkimlərimiz yerli yersiz iynə vasitəsilə vurulan preparatlar təyin olunmamalıdır. O yerdəki mümkündür tabletkalarla, damla dərmanlarla, bunlarla müalicə eləmək mümkünsə, çalışmaq lazımdır ki, iynə təyin olunmasın və boş yerə endoskopik müayinələr aparılmasın. Endoskopik müayinələrin də aparılmasına çox ciddi təhlükəsi var ki, o endoskopin bilirsiniz ki, ucuları xüsusi optik cihazlardır onlar. Onların avtoklavda qoyub sterilizasiya eləmək olar, nə də ki, qaynatmaq olar. Dərhal onlar pozularlar. Ona görə onların xüsusi, məsələn, lizafarmin mən bildiyimə görə məhlullar var. Onlar bahalı məhlullardır. O məhlullarda onlar sterilizasiya olunub, steril paketlərdə saxlanılmalıdır. Təəssüf ki, bizdə bunlar olunmur. Hepatitin yoluxması ilə bağlı həm studiyada olan insanlara, həm tamaşaçılara faktlar təqdim eləyəcəyik. O faktın biri, yəni həmin insanın biri sizin aranızda əyləşib, bizim üçün danışacaq, harda yoluxdurulub, nələr bilir, özünü necə hiss eləyir, bundan sonra həyatını necə yaşayır, bizim üçün danışacaq. Bir nəfər də telefon xəttindədir. Eşidirsiniz bizi? Alo. Bəli, biz sizi eşidirik. İstəsəniz özünüzü təqdim edə bilərsiniz, istəməsəniz təqdim etməyin. Yəni bu anonimlik sizin ixtiyarınıza buraxılır. Narahat edir, hemofiliyalar və bu virusa, hepatit C virusuna yoluxmuş vətəndaşdır. Sizi narahat edən? Bəli, siz nə vaxt hiss elədiniz ki, sizdə bir narahatlıq oldu mu? Hansı əlamətlər sizdə özün göstərdi ki, siz belə bir virus üçün də ayrıca yoxlandınız? Bilirsiniz xanım, 1998-ci ilə qədər mən bilmirdim. Belə ki, 1996-cı ildən xəstəliyin kəskin şiddetlənməsi nəticəsində müstəmadi olaraq mənə qan və onun komponentlərindən olan antihemofil plazma vurulurdu. Mən 98-ci ildə Rusiyanın Moskva şəhərinə əməliyyata yollandım. Öncədən qanımdan, əməliyyatın öncə qanımdan götürülən qan analizindən ola bildilər ki, səndə hepatit C virusuna yoluxubsan.
98-ci ildə yoluxmusunuz? Bəli, 98-ci ildə əməliyyatdan öncə mənim qanundan əməliyyata hazırlıq kimi 98-ci ildə məlum olub ki, sizdə belə bir virus var. Məlum olub ki, məndə hepatit artıq C-yə yoluxmuşam. Bəs əlamətlərini özünüzdə hiss eləyirsiniz? Əlamətləri mən elə bir əlamətlər yəni hiss eləməmişəm. Düzdür, biraz psixoloji sarsıntı kimi keçirdim orada. Çünki xəstəlikdən xəstəliyə düşmə dərəcəsi məni qorxutdu ki, yəni ki, bir xəstəlikdən hemofiliyadan digərinə düşdüm, bu nədir? Və ən maraqlısı ondadır ki, orada mən həkimlərdən belə bir söz eşitdim. Onlar dedilər ki, biz belə bilirdik. Mən sual verdim ki, necə yəni belə bilirdik? Onlar bildirdilər ki, çox təəssüf ki, keçmiş Sovetlər Birliyindən gələn hemofiliyalı xəstələrin əksəriyyətində, nəinki hemofiliya, digər qan xəstələrin əksəriyyətində bu viruslara yoluxma şansları çox böyükdür. Yəni ki, o təkcə səndə və bir neçə insanda deyil, bir çoxlarında. O da ondan irəli gəlir ki, həmin bizim qanımızda tapılmayan 8-ci və 9-cu laxtalanma faktorları çox bahalı və olduğundan bizim ölkədə olmadığından biz ancaq qan və onun komponentlərindən istifadə edirdik. Əvvəl istifadə edirdiniz, bəli. Artıq Azərbaycanda o dərmanları gətirirlər. Çox şükür. Bəli, xeyli dərəcədə təmin olunum. Siz xəttə qalın, zəhmət olmasa. İstəyirdim o faktla bağlı danışınız. 98-ci ildə aşkarlanıb və özünü çox yaxşı hiss eləyir və müayinə olunmasa bilməzmiş. Bəli, bəzən xəstələr heç özləri də hiss etmədən, deməli, hər hansı bir şikayətə görə, deyək ki, ümumi zəiflik, iştahsızlıq, arıqlama və bu şikayətlərə görə həkimə müraciət edir və onlar təsadüfən qan analizi verirlər və bu vaxt aşkar olur ki, onlarda hepatit C müəyyən olunur. Hepatit C virusu haqqında mən qısaca deyim ki, bu 1989-cu ildə tapılıb bu virus. O vaxta qədər nə hepatit A, nə hepatit B, belə deyirlər bu virusun adını, ona görə tapılmamışdı o virusun adı. HV virusu deyilən bir virusdur, çox təhlükəli virusdur. Doktor tamamilə düzgün buyurdu ki, yüksək dərəcəli temperaturda məhv olur. Amma o virusun birinci növbədə o xəstə hepatit C-yə tutulması üçün o xəstənin mütləq qan və qan komponentləri, özü dediyi kimi plazma, eritrositlər kütlə və bunların köçülməsi mütləq lazımdır. Bəli, burada aydındır. Bəs onun vəziyyətinin ağırlaşmaması üçün, hepatit C-nin daha ağır formasına keçməməsi üçün nə etməlidir? Hepatit C-nin daha ağır formasına, bilirsiniz, hepatit C-nin müalicəsi çox çətin bir problemdir və maddi vəsait tələb edən bir problemdir. İldə mən deyərdim ki, 30 min dollara yaxın, yəni yüksək maddi tələbat olur o elə xəstələrin müalicəsinə. O nə ilə əlaqədardır? Yəni, müasir müalicə metodları, interferon, rivavirin qrupundan olan dərmanların istifadəsi hər ay o nəzarətdə saxlanılmalıdır həmin xəstə. Yəni, orada İFA metodu var, immunoferment analiz və yaxud PCR deyirlər, plazma, polimer zəncirvari reaksiya metodlarından bunun göstəriciləri, virusun miqdarı aşkarlanır və ona əsasən də müalicə təyin olunur. Qaldı bu xəstənin o şikayətinlə bağlı ki, gələcəkdə o siroza çevrilməsin, hər hansı bir yəni, ağırlaşma olmasın, onu demək çətindir. Sadəcə bu xəstə nəzarətdə qalmalıdır uzun müddət. Yəni o qanda fermentlərin miqdarı, transaminaza fermentidir, ALT, AST-dir. Bunlar mütləq yoxlanılmalıdır daimi və gepatoprotektorlar deyilən dərmanlar var. Bu dərman virusa heç bir təsiri yoxdur, gepatoprotektorların. Sadəcə olaraq qaraciyər fermentlərini aşağı salır və gələcəkdə qanaxmaya və yaxud komaya getməsinin qarşısını alır. Soruşaq görək o hansısa... Qaraciyər hüceyrələrini qoruyur. Eşidirsiniz bizi? Bəli. Siz qeydiyyatdasınız və davamlı olaraq nəzarətdə olursunuz, yoxsa? Düzü mən hemofiliya yəni ki, xəstəliyinə görə qeydiyyatdayım, ancaq bu hepatitə görə mən çox təəssüf ki, qeydiyyatda deyiləm, çünki ona da bir neçə bundan öncə adını çəkən deyiləm, hansısa bir pullu bir, özəl bir klinikaya müraciət elədim. Görmək orada çox yüzlü bir mütəxəssis var, müraciət edin, orada bizim problemimizi həll elədi. Və həkim də söylədi ki, çox bahalı bir mənə bir vəsaitin lazım olduğunu bildirdi ki, bu qədər pul, hətta İranda bu biraz ucuz müalicə olunur, yəni ki, onu biz həsisləşdirə bilərik qanda, nə bilim, necə baxdım ki, yəni imkanımdan xaricdə özüncə çox xəstəliyin... Bu yerdə biz Musa müəllimin münasibətini öyrənək, bu hər halda böyük bir sosial bəladır, sizin münasibətinizi öyrənək, sonra biz Sabirabad rayonuna qoşulacağıq, tamaşaçımızın sualını tutacaq. Mən təşəkkür edirəm İctimai Televiziyaya, onun rəhbərinə və sizə ki, belə aktual bir məsələni gündəmə gətirmişsiniz, ictimaiyyətin maarifləndirən belə bir verilişi ortaya qoymuşsunuz. Tamaşaçılarda belə bir fikir yayılmasın ki, bu hepatitlər olduqca təhlükəli, qorxulu, hətta hepatitdən olan insanlardan tamam qaçıb kənarlaşmaq lazımdır, bunlardan kontakt olmaq lazımdır. Hepatit, bəli, ümumiyyətlə bütün infeksiyon xəstəliklərdən necə qorunmaq lazımsa, hepatitlərdən də elə qorunmaq lazımdır.
Və bundan ötürü dövlətimiz də, Səhiyyə Nazirliyi də və digər strukturlar da öz işlərini görürlər. Lazımi qanunvericilik bazası yaradılıbdır. Səhiyyə obyektlərində vaxtaşırı müəyyən proqramlar üzrə tədbirlər həyata keçirilir. Onu da deyim ki, 2007-ci ildən başlayaraq artıq B qrup hepatitlərin tam vaksinasiyası həyata keçirilir. Bu günlər Azərbaycanda doğulan uşaqların 99,9% hepatit B-yə görə vaksinasiya həyata keçirilir və hepatit B-də də belədir ki, vaksinasiya olandan sonra güclü immunitet yaranır və ondan sonra demək olar ki, bunun hepatit B-yə tutulması ehtimalı sıfıra yaxınlaşır. Yalnız o uşaqlarda ki, onlar ki... 5 il müddətinə? 5-7 il belə. Yalnız o uşaqlarda ki, bu hepatit olması təhlükəsi var ki, onlar xəstəxanadan kənarda doğulurlar, doğum evlərindən kənarda doğulurlar və s. O ki, qaldı başqa hepatitlərlə bağlı dövlət tərəfindən görülən tədbirlərə heç şübhəsiz ki, dispanserizasiya işləri aparılmalıdır və aparılır. Heç şübhəsiz ki, vaxtaşırı, belə deyim, kütləvi müayinələr keçirilməlidir məktəblərdə, risk qrupları olan bütün kontingent arasında, o cümlədən məktəblərdə aparılmalıdır, uşaqlar arasında aparılmalıdır və ən əsası düşünürəm ki, maarifləndirmə işi genişlənməlidir və maarifləndirmə işində iki istiqamət olmalı. Burada bizim apardığımız maarifləndirmə əslində pasiv maarifləndirmə sayılır və halinin özü, bu saat internet, vallahi şükür, ölkəmizdə hər yerdə var, hər evdə var, internetdə girib bütün məlumatları tapmaq olar. Qəzet var, radio var, televiziya var. Yəni insanların özlərində bir fəallıq olmalıdır. Bayaq professorun dediyi kimi, mən də təəccübləndim ki, bizim insanlarımız belə baxırsan ki, ziyalı insanlardır, oxumuş insanlardır, amma hepatitlər haqqında demək olar ki, məlumatsızdırlar. Və bu insanlar özləri məlumatlı olmalıdır, ətrafdaşını məlumatlandırmalıdır və heç şübhəsiz ki, biz burada uşaqları nəzərdə saxlamalıyıq və müəllim kollektivi bu sahədə çox fəal olmalıdır, məlumatlı olmalıdır. Çünki bilirsiniz, A qrup hepatitlər adicə kontaktla da yayıla bilər, salamlaşmaqla da yayıla bilər və məktəbdə uşaqlar arasında çox sürətlə bu yayıla bilər. B qrup və C qrup hepatitlərdə bayaqları burada söyləndi. Mən düşüncəmə görə bunların hər ikisi daha çox qan kontaktı ilə yoluxan xəstəliklər olduğuna görə xüsusi olaraq tibb müəssisələrində və bayaq dediyiniz o kosmetik salonlarda belə deyək ki, ümumiyyətlə insanın qan təması ola biləcək bütün yerlərdə bununla bağlı tədbirlər görülməlidir. Bilirsiniz ki, ötən ildə bizim komitənin hazırladığı çox mühüm bir qanun qəbul olundu. VIC infeksiyasının yayılmasının qarşısının alınması haqqında, onunla mübarizə haqqında və həmin qanunda xüsusi olaraq xüsusi bir müddəa kimi göstərildi ki, bu qrupdan olan ümumiyyətlə yayıla biləcək infeksiyaların qarşısını almaqdan ötürü bütün qanla kontaktda olan müəssisələrin həm rəhbərləri, həm mütəxəssisləri birbaşa məsuliyyət daşıyır. Orada bütün sterilizasiya tədbirləri həyata keçirilməlidir. Aseptik, antiseptika qaydaları həyata keçirilməlidir. O cümlədən kosmetika salonlarında, belə deyək, parikmaxerlərdə və s. tez-tez reydlərin keçirilməsinə ehtiyac vardır və məni narahat edən ən çox diş kabinetləridir. Diş kabinetləri və ölkədə bəlkə də gərəyindən artıq diş kabinetləri açılıbdır. Stomatoloji xidmət bir tərəfdən bu xidmətin genişlənməsi, keyfiyyətin yaxşılaşması bizi sevindirir ki, istənilən yerdə əhalinin stomatoloji xidmətə əlçatanlığı vardır. Amma istənilən bir balaca bir deyək, bir padvalda mı deyək, zirzəmidə mi deyək, 2 adamlıq, 3 adamlıq bir yer düzəldib orada diş çəkmək, hətta orada müəyyən manipulyasiyalar həyata keçirmək və heç şübhəsiz ki, bu çox təhlükəli bir şeydir və mən çox istəyərdim ki, ümumiyyətlə bütün stomatoloji xidmət müəssisələrində hepatitlərə görə müayinələr aparılsın. Müayinə aparılsın, ondan sonra xəstə qəbul olunsun. Çünki artıq belə bir tendensiya var. Mən düşünürəm ki, bu mütləq olmalı. Öncədən müayinə aparılsın ki, bu xəstəyə qarşı artıq o münasibətini formalaşdıra bilsin. Bu birinci növbədə həkimin özünü qorumalıdır. Həkimin özü qorunmalıdır və digər tərəfdən nə qədər sterilizasiya tədbirləri həyata keçirilsə də, bir var ki, sən bilirsən ki, artıq bu hepatitli xəstəyə işlənmiş alətlərdir. Və onda təbii ki, məsuliyyət daha artıq olacaqdır. Və bir də mən düşüncəmə görə, yəqin sonradan biz bu məsələlərin üstünə qayıdacağıq, bir dövlət proqramının bu sahədə qəbul olunmasını hesab edirəm ehtiyac var. Biz Sabirabada bağlanırıq. Bir tamaşaçımızın sualı var, eşidək. Nadir Bürüyev, Sabirabad rayon sakini. Hepatit çox yayılıb. Onun hansı növü daha çox təhlükəlidir?
Müəyyən qədər siz bu suala cavab verdiniz, amma yəni yenə də tamaşaçımızın sualına istəyirsiniz, bəzi əlavələr eləyin, buyurun. Ən təhlükəlisi hepatit C-dir, B də ondan geri qalmır. Hər iki hepatit birinci növbədə qaraciyəri zədələyir. Yəni, professor qeyd elədi ki, əsas mənbə qan və qan komponentləri, əsas öncə onlar. Birinci növbədə xəstənin xəstələnməsi üçün lazımdır ki, dərinin tamlığı pozulsun və yaxud parenteral yolla, yəni vena daxilinə o virus daxil olsun. Yəni qaraciyərdə 14 milyarda yaxın hepatositlər var, qaraciyər hüceyrələri var və bu hüceyrələr başlayır zədələnməyə, sıradan çıxmağa. Qaraciyər ya ölçüsü kiçilir, yəni atrofiya olur, ya da ki hipertrofiya olur, böyüyür. Və nəticədə gətirib qaraciyərin sirozuna və yaxud qaraciyərin xərçənginə çıxardır. Yəni hepatit C-nin bilirsiniz, ən mənfi, yəni belə deyək, belə ağır gedişli olmasının əsas xüsusiyyətlərindən biri odur ki, qanın laxtalanma sisteminə təsir edir. Orqanizmdə DVS sindrom deyilən, yəni damar daxili keçicinin pozulmasına gətirib çıxardır. Və eyni zamanda qaraciyər hüceyrə çatışmazlığı, o da deməli qaraciyərdə ammonyak var, yəni belə bir maddə var, o maddə parçalanmır, qana keçir və qan vasitəsilə beynin toxumalarında beyin ödemi yaradır. Və nəticədə xəstə komaya düşür. Deməli, xəstələr tələf olur ya komadan, ya da ki, qanaxmadan. İki səbəbdən tələf olur. Doktor, bəzi gənc qızlarla biz görüşdük. Onlar yəni danışmaq istəmədilər milyonlarla insanın qarşısında. Plastik əməliyyat keçirmək istəyən qızlar hepatit B virusuna yoluxduqları üzə çıxıb və artıq başları bu hepatit B-yə qarışıb, plastik əməliyyat unudulub. Onlarda belə bir təsəvvür var ki, gələcəkdə onların ana olmasına da bu virus təsir eləyə bilər. Belə bir faktor varmı? Hepatit B, ümumiyyətlə, Vəsilə xanım, belə bir şey var ki, yəni ana bətnində olan o dölə 5% hallarda keçə bilər o. Yəni, dölə keçə bilər. Plasentadan 5% hallarda, yəni ədəbiyyat onu belə yazır. Amma ana olmasının qarşısını ala bilməz. Ana olmanın qarşısını ala bilməz. Yəni hepatit C xəstələr var, hansı ki hamilə olurlar və doğuş normal keçir. Doğuş zamanı infisirovanı, yəni o infeksiyanın keçməsi təhlükəsi var. Hepatitlərlə bağlı danışanda risk qrupları ilk növbədə onların haqqında danışılır. Sizin təşkilatda Gülnarə xanım neçə nəfər birləşir və onlarda bununla bağlı müayinələr aparılırmı ki, neçəsinə hepatit B və yaxud C yoluxdurulur? Vəsilə xanım, doğrudan da risk qrupu indi bildiyiniz kimi biz hemofiliyalı xəstələrin problemləri ilə məşğuluq və əsas risk qrupu elə hemofiliyalı, talasimiyalı və digər qan xəstəliyi olan, yəni qan köçürməyə ehtiyacı olan xəstələrdir. Və demək istəyirəm ki, son 5 ildə bizim dövlətin qayğısı nəticəsində artıq uşaqlarımız təhlükəsiz qan preparatlarını alırlar. Çox bahalıdır düzdür, amma ki, bu doğrudan da digər virus xəstəliklərin qarşısını alır, həm də ki, daha keyfiyyətli müalicədir. Ancaq ki, son 5 ilə qədər nə baş verib? Bəli, son 5 ildən əvvəl əlbəttə bizim xəstələrimizin 90-95% bu tək Azərbaycanda deyil, bütün dünyada belədir ki, hansı xəstə ki müalicəsində plazma ya qan istifadə olunubsa, qan köçürmə istifadə olunubsa, onlar mütləq hepatit C-yə yoluxublar. Bir statistika keçirtdik biz, statistika işləri keçirtdik və belə nəticəyə gəldik ki, uşaqları da yoxladıq və yaşlı xəstələri də yoxladıq. Yaşlı xəstələrin 100%-ında hepatit C və bir neçəsində hepatit həm B, həm C aşkarlandı. Amma yeni müalicəyə başlamış uşaqlarda birində də hepatit C ümumiyyətlə virus aşkarlanmadı. Bu onu deyir ki, bizim uşaqlar hal-hazırda, yəni 5 yaşına, 10 yaşına kimi olan uşaqlar hal-hazırda təhlükəsiz müalicə ilə təmin olunublar. Və bu belə də davam etməlidir. Bərabər hepatitlərin insanların orqanizminə ciddi təsir eləməməsi, vəziyyətlərin normal olması üçün hər hansı bir addımlar ata bilirsinizmi? Yox, hələ ki bir şey sizə kömək eləyir? Yox, hepatit C-nin müalicəsində hələ ki Azərbaycanda hemofiliyalı insanlar müalicə ala bilmirlər. Ancaq ki, mən sizə deyim ki, doğrudan da doktor dediyi kimi hemofiliya bilirsiniz ki, qanın laxtalanma pozulmasıdır. Yəni, qanda laxtalanma faktorlarının defisitindən qanaxmalar baş verir. Və təsəvvürünüzə gətirin ki, əgər ciyərdə, hüceyrələrin məhv olması və ciyərdə ümumiyyətlə funksiyanın pozulması ona gətirib çıxarda bilər ki, hemofiliya xəstəsi daha da
necə deyimsə, ağırlaşmalarla üz-üzə qala bilir. Həqiqət C-nin daha ağır formasında olanlar var. Yəni hala gəlib çıxan xəstələr var sizdə? Deyim sizə ki, bir 10 il bundan qabaq bizim bir xəstəmiz rəhmətə getdi, 37 yaşında. O ciyərindən şikayətlənirdi, amma ona siroz diaqnozu qoyulmamışdı. Amma biz belə bir güman eləyirik ki, o sirozdan rəhmətə getdi. Mehriban xanımı eşidək və Mehriban xanımın yanında balaca gözəl qızlar var. Təsadüfən gəlməyiblər. Buyurun Mehriban xanım. Siz də həmin risk qrupları ilə işləyirsiniz, ona görə sizi dəvət etmişik. Siz təhlükəni necə hiss eləyirsiniz? Bizim də təşkilat leykemiyalı xəstə insanların problemi ilə məşğuldur və bizim leykozlu xəstələr mütəmadi olaraq qan preparatlarından istifadə edirlər və hər bir virusun yəni müalicənin müdaxilə olunması demək olar ki, müalicənin keyfiyyətinə heçə endirmək kimi sayılır. Və çox vaxtı bu leykemiyalı uşaqlar, böyüklər leykemiyadan yox, virusdan tələf olurlar. Ona görə yəni qanın təmiz olması, virussuz olması çox vacib bir rol oynayır müalicəsində. Sizdə yəni yoxlanılıbmı hepatitlərə görə? Yəni bunlar hər dəfə yoxlanılır. Nəticə var? Hər dəfə yoxlanılır. Yox, bizdə belə nəticə biz hələ almamışıq. Yoluxanlar var, yoxsa yoxdur? Bu barədə bilirik ki, var. Bilirsiniz ki, var. Bəli, bilirik ki, var. Amma ki, statistikasını aparmamışıq. Çünki biz hələ təzə təşkilatı bu işlə təzə başlamışıq, yəni məşğul olmağa. Çalışırıq ki, belə bir xəstələr olmasın. Bəli, buyurun. Yəni, mən məsələn istəyərdim ki, bu cür uşaqları mütəmadi olaraq hansı bir vaxtdanca, müddətdən, ya ildə bir dəfə bu viruslara gərək yoxlansınlar. Çünki bunlara mütəmadi olaraq lazım olduqca bu qan preparatları plazmada vurulur. Risk var həmişə ki, ola bilər. Bunu heç kim bir dəfə yoxlamaqla bilmək olmaz ki, məsələn, bir il müddətində... Yəni, sonradan ola bilər, də? Sonradan da ola bilər. Buna görə, yəqin ki... Dövlət hesabına davamlı yoxlamaların olması daha gözəl olardı. Onsuz da müəyyən bir problemi yaşayırlar, üstəlik də ikinci bir virusun yoluxması, bəli, çox ciddi təhlükə yarada bilər. Biz sizi eşidək, narahat olmayın, sizi yaxından çəkmirlər. Neçənci ildən siz özünüzdə belə narahatlıq hiss elədiniz və nə vaxt? Mən narahatlıq hiss eləmədim özümdə. Əməliyyat lazım idi. Məndə bir balaca nəsə sızaq var idi. Ondan vəzi kimi oldu da. Mən həkimə məsləhətləşdim. Həkim operasiyadan qabaq dedi ki, get müayinə oldu. Qan ver, analiz. Analiz verəndə hepatit çıxdı. Stres keçirdim. Çünki mən çox həddindən artıq belə stres məndə olub da, ayaq kəsilmə. Yəni belə çox streslər keçirdim. Özümə görə qorxmadım, evladıma görə. Sonra dedilər ki, çox bahalıdır. Hara getdimsə, dedilər bahalıdır. Düzdür, müəyyən adamlar... Siz amma bunu biləndə heç bir əlamətini özünüzdə hiss eləmirdiniz? Yox, hiss eləmirdim. Düzdür, məndə yorğunluq olurdu. Ondan sonra, nə bilim, baş ağrıları olurdu. Belə bir şeylər olurdu. O 2 il üçün bundan qabaq. Ondan sonra getdim, yeni neçə həkimin yanına getdim. Sağ olsun həkimlər məni təmənnasız müayinə edirdilər. Düzdür, mən ancaq qanın analizlərini verəndə hamısına öz motivasiyonu, yəni pensiyamdan verirdim. Ondan sonra, nətər deyim, həkimlərin yanında oldum. Onlar məni müayinə elədilər. Baxdılar vəziyyətimə ki, elə bir mənim imkanım yoxdur. Ona görə buraxdım Allahın ümidinə. Həkimlər dedilər ki, təbii şirələrdən istifadə elə. Yəni, orqanizmi qüvvətləndirmək üçün. Orqanizmə qüvvətləndirmək, immuniteti aşağı salmaq və mən də elə təbii şirələrlə keçinəm. Yəni ki, dillər bahalıdır, mənim elə imkanım yoxdur, ya mənim nə